Sosial şəbəkədə qarşıma bir video çıxdı. Bir xanım televiziyaların prime time, yəni ən çox baxılan saat adlandırdığı zaman dilimində efirdə öz xidmətləri haqqında danışırdı. Amma elə danışırdı ki, PR yox, anti-PR gedirdi. Çünki ÇC, məsələn, hörmətli tamaşaçılar, çox istəyirəm ki, biləsiniz ki, bu problem hamınızda ola bilər. Amma ki, elə bil ki, bu belə gedir də, gizlin gedir. Onu elə bil vaxtında üstünə düşmək. Görürsüz, ləhcə var, anlaşılmayan cümlələr var, qıcıqlandırıcı səslər var. Ola bilsin ki, həmin həkim çox savadlıdır. Əgər biz ona müraciət eləyəriksə, dəqiq diaqnoz qoyar, müalicəni aparar, nəticəsini alarıq. Amma ilkin təəssürat önəmli olduğuna görə çox adam belə danışırsa işi necə olacaq deyə düşünə bilər. Odur ki, əziz mütəxəssislər, fərqi yoxdur, siz xidmət satırsınız, məhsul satırsınız, mütləq yaxşı danışmağı öyrənin. Sosial şəbəkələr, YouTube, televiziya, radio sizin ən yaxşı platformanızdır. Amma yaxşı danışın ki, satdığınızı da gözəl formada təqdim edə biləsiniz. Bir də ki, unutmayın, indi Azərbaycan dili dəbdədir. Azərbaycan dilində səlis, peşəkar danışın.